Penobar tikinti mərhələsində birləşmə yerlərinin və betonlama tikişlərinin hidroizolyasiyası üçün istifadə olunan xüsusi öz-özünə genişlənən bir kəndirdir. İnşaatçılar bilir ki, bu istənilən monolit konstruksiyanın ən həssas və zəif nöqtələridir. Məhz bu tikişlər və birləşmə yerlərində su daha aktiv şəkildə sızır. Su ilə təmasda olduqda penobar genişlənir və tikişləri etibarlı şəkildə hidroizolyasiya edir. Bundan başqa penobar kommunikasiyaların girişlərinin germetikləşdirilməsi üçün də istifadə olunur. İndi isə tikinti meydançasına keçək. Bu yaxınlarda bura bünövrə pilləsi tökülüb. İndi monolit divarların ucaldılmasına keçmək olar. Plitə və divarın birləşdiyi yerdə soyuq tikiş adlı hissə yaranır. Onu penobarın köməyi ilə hidroizolyasiya etmək lazımdır. İlk öncə kəndirin bərkidiləcəyi səthi hazırlamalıyıq. Betondan sement südlərini təmizləyirik. Betondan sement köpüklərini təmizləyirik. Əgər varsa beton axıntılarını və kəskin çıxıntıları aradan qaldırırıq. Daha sonra sıxılmış hava şırnağı ilə səthi tozdan və digər çirkləndiricilərdən quru üsulla təmizləyirik. İndi isə kəndirin üzərindəki qorucu kağızı çıxarıb penobarı beton səthinə möhkəm şəkildə yapışdıra bilərik. Bu zaman onunla konstruksiya kənarları arasındakı məsafə ən azı 5 sm olmalıdır. Penobarı hər 25-30 sm-dən bir bərkidici skov və düpellərin köməyi ilə sabitləyirik. Kəndirlərin uclarını əvvəlcədən 45 dərəcəlik bucaq altında kəsərək uclarını bir-birinə birləşdiririk. Qeyd edək ki, penobarın quraşdırılması bilavasitə qəliblərin qurulmasından əlavə həyata keçirilməlidir.